Salam aleyküm dəyərli izləyicilər. Bu həftə sonunu keçirmək üçün gəlmişik Siyəsəndə yerləşən Qalaltı otelinə. Deməli, otel yerləşir Siyəzən Qalaltı kəndində və otelin belə bir möhtəşəm mənzərəsi var və yuxarısında da Çıraqqala qalası yerləşir. İndi düzdür, dumana görə görüntü biraz zəifdir, amma sadəcə möhtəşəmdir. Bacardığım qədər məlumat verməyə çalışacağım həmişəki kimi. Əgər kimdəsə nəsə sual qalsa, nəsə aydınlıq lazım olsa, komment bölməsində inşallah bildirərsiniz və bacardığım qədərlə cavab verməyə çalışacağım. Deməli, uşaqlar üçün hər günə uyğun belə daily animated proqram olur. Reception'da sizə kopyasını verirlər. Daima axar Qalaltı mineral suyu. Burada da sudan istifadə etmə qaydalarını yazıblar. Deməli, otelin ərazisində vaxtınızı səmərəli keçirmək üçün, idman eləmək üçün, voleybol oynamaq üçün və yaxud futbol, basketbol nəzərdə tutulmuş ərazilər var. Həmçinin uşaqlar üçün fərqli oyun meydançaları var. 3-4 yerdə deyərdim. Həmçinin içəridə
uşaqlar üçün gündəlik proqramlar var. Nə bilim rəssamlıq var orada, nə bilim gimnastik var. Fərqli workshoplar var. Bir dənə problem nədir burada xoşum gəlməyən? Bu ərazinin belə deyək də üstdən aşağı olmağı. Bu da başa düşüləndir, çünki dağlıq ərazidə qurublar infrastrukturu. Ona görə həmişə ya üstdən aşağı düşürsünüz, ya da altdan yuxarı qalxırsınız. Bu da belə deyək, dizlərində problem olan və yaxud da ki, yaşlı adamlar üçün diskomfort ola bilər deyərdim. Bir də başqa bir məsələ nədir? Açıq hovuzun oteldən aralı olmağıdır. Qapalı hovuz deməli otelin içindədir, amma açıq hovuz oteldən aralı aşağıda başqa bir korpusdadır. Bax, orada qabaqda gördüyümüz korpus var. Açıq hovuz oradadır. Aha, bu sizə dediyim o voleybol, basketbol və yaxud da ki, futbol stadionudur. Orada da uşaqlar üçün mini parkı var. Hadi ki, uşaqlar əylənə bilərlər. Belə. İdman eləmək üçün gym yoxdur, amma belə açıq havada belə balaca belə deyək, fiziki məşq eləmək üçün alətlər var. Burada bəzi alətlər var, bəziləri oradadır. Çıraqqala da indi dumana görə görsənmir, amma yuxarıda Çıraqqalamız var. Yeməyi Qalaltı restoranda da yeyə bilərsiniz. Yəni otelin özünün restoranı var. Əlavə olaraq otelə yaxın gözəl bir yer var, Villa Qala. Orada da gəlib yeməyinizi yeyə bilərsiniz. Axşam görüntüsü bir başqa gözəldir. Möhtəşəm. Çıraqqalada öz gözəlliyi ilə heyran edir həmişə kimi. Qalaltında səhər-səhər belə romantik bir görüntü. Yağış yağır çiskili, duman da var burada. Möhtəşəmdir. Gedirik səhər yeməyimizi yeməyə. Otelin aşağı hissəsində deməli yenə belə balaca mini uşaqlar üçün oyun meydançası var və açıq hovuzun yerləşdiyi korpus buradadır.
Deməli, açıq hovuz o qədər də böyük olmaz, amma mənzərəsi superdir yəni. Möhtəşəmdir məncə. Deməli, axşamlar da bu gördüyünüz səhnədə canlı musiqi olur. Hovuz bağlandıqdan sonra 8-də hovuz bağlanır. Ondan sonra burada canlı musiqi olur. Vaxtınızı əyləncəli keçirə bilərsiniz. Bu vloqumuzun da sonuna gəlib çatdıq. Ümid edirəm ki, sizlər üçün az da olsa məlumat verə bildim. Dediyim kimi, əlavə olaraq nəsə məlumat lazım olsa, komment bölməsində bildirin və cavablandırmağa çalışacağam. Qiymət barədə məlumat vermirəm, çünki qiyməti mən deyirəm, sonra kimsə il, yarım, 2 ildən sonra videoya baxır və deyir ki, burada filan qiymət yazılmışdı, siz filan qiymətdiniz. Ona görə qiyməti ən yaxşısı otelin öz Instagram səhifəsinə yazıb məlumat ala bilərsiniz. Ümumi otel haqqında fikrim, hər şey möhtəşəm idi. Yəni, səhər yeməyi daxil olmaqla kifayət qədər çeşid var idi və kifayət qədər də təmiz və keyfiyyətli idi. Yeganə minus deməzdim. Biraz belə deyək də, bizim üçün əziyyət olan nə oldu? Bu pilləkənləri aşağı qalxıb yuxarı çıxmaq. Hansı ki, açıq hovuz sizə göstərdim. Başqa korpusdadır. Və o pilləkənləri siz hər dəfə qalxıb düşməlisiniz. Yəni, bundan əlavə hər şey möhtəşəm. Servis, otelin özü, təmizliyi, yerləşdiyi yer, gördüyünüz kimi mənzərəsi, hər şey sadəcə möhtəşəm. Belə. İnşallah növbəti vloqlarda görüşənədək sağ olun, salamat qalın. Salam aleykum.